Əzəmətli Allaha and olsun ki, bizlərdən birimiz öz niyyətinə hakim ola bilmir. Başqa insanların niyyətinə necə hökm verə bilir? And olsun ki, yerinin cənnətlik yoxsa cəhənnəmlik olduğunu bilmir. Başqa insanlara necə hökm verə bilir? Əməlinin qəbul olunub olmadığını bilmir. Başqa insanların əməllərinə necə hökm verə bilir? Musa əleyhissalam Quran-Kərimdə Rəbbindən yağış yağdırmasını istəyir. Allah təala buyurur ki, ey Musa, mən sizə yağış endirməyəcəm. Çünki aranızda mənə açıq-aşkar şəkildə üsyan edən bir nəfər var. Yağış endirməyəcəm, mənə günahla meydan oxuyur. Ey Musa, Bəni İsrailə de ki, aranızda bir nəfər asi var. O özünü tanıyacaq. Çıxsın ki, mən sizə yağış endirim. Musa əleyhissalam buyurur ki, ya Rəbb, burada 40 mindən çox adam var. Mən onlara səsimi belə çatdıra bilmərəm. Allah təala buyurur ki, ey Musa, səndən çağırmaq bizdən çatdırmaqdır. Musa əleyhissalam bir dəfə, 2 dəfə, 3 dəfə çağırır, həmin adam özünü tanıyır. Və bu an yağış yağmaya başlayır. Musa əleyhissalam Allah təalanın danışdığı peyğəmbərdir, vəhy ilə dəstəklənib. Allah təala buyurmuşdur ki, içərinizdə asi olduğuna görə yağış endirməyəcəm. İndi isə yağış yağır. Musa əleyhissalam təəccüblənir və buyurur ki, ya Rəbb, demişdin ki, yağış yağdırmayacam, asi var. İndi isə yağış yağır. Allah təala buyurur ki, ey Musa, o kəs ki, onun səbəbindən yağış yağdırmırdım, indi onun səbəbindən yağış yağdırdım. Musa əleyhissalam təəccüblənir və deyir ki, ya Rəbb, bu necə olur? Allah təala buyurur ki, o günah edirdi. Asidən məqsədin özü olduğunu bildikdə, paltarı ilə özünü örtdü və dedi ki, ya Rəbb, mən onların arasından çıxsam, onlar mənə tanıyacaqlar və biləcəklər ki, yağış yağmamasının səbəbi mənəm. Mən sənə tövbə etdim, ya Rəbb. Musa əleyhissalam bu anda nə deyir? Ya Rəbb, onu mənə göstər. Allah subhanahu taala nə deyir? Ey Musa, asi ikən mən onu örtdüm. İndi tövbəli ikən mən onu ifşa edəcəm. Ona görə də insan günah etdikdə Allah təala nə buyurur? Ey günah etməklə özünə qarşı həddi aşan qullarım, Allahdan bağışlanma diləyin.